Azərbaycanda niyə insanlar xəstələnəndə ilk olaraq xəstəxana yox, tanış həkim axtarırlar? Bu danılmaz bir reallıqdır ki, xəstələnirik, amma hara gedək demirik, deyirik ki, tanış həkim var, orada adamım var. Bəs bu təsadüfdürmü? Əlbəttə ki, yox. Gəlin sistemin kökünə gedək. Bu davranışın adı etimadsızlıqdır. İnsan sistemə güvənməyəndə alternativ yol axtarır. Səhiyyə iqtisadiyyatında buna informasiya asimetriyası, institusional etimadsızlıq deyilir. Yəni pasiyent bilmir ki, hansı həkim yaxşıdır, verdiyi pulun qarşılığını alacaqmı, harda xidmət daha keyfiyyətlidir. Bəs bu problemin iqtisadi nəticəsi nə olur? Rüşvət normallaşır. Pulsuz sistem faktiki ödənişli olur. Yaxşı həkimlər yüklənir, digərləri isə boş qalır və nəticədə sistem yox, əlaqələr üstünlük qazanır. Bu isə səhiyyə sistemini bahalı, səmərəsiz və ədalətsiz edir. Bu problem həm də dövlət üçün ciddi zərər yaradır. Dövlətin qurduğu sistem düzgün